Herkese salam dostlar, yepyeni Free Fire videomuza da hoş geldiniz. Dostlarım, bu dəfəki videomuzda da mənə keçən videonun rəy qismində atmış olduğunuz ID'lər vasitəsilə hesablarınızı puanlayacağıq. Əvvəla günün sualını sizlərə təqdim edeyim. Free Fire'da o hansı karakterdir ki, heç bir özəlliyi yoxdur. Bilən varsa kommentlərə yaza bilər. Görək neçə nəfər bu suala düzgün cavab verəcək. İndi isə keçək videomuzun mövzusuna. Dostlar, bildiyimiz kimi videolar çox uzun olmasın deyə mənə atmış olduğunuz ID'lərin yalnız 30 dənəsini videolarda göstərib puanlayıram. Ona görə də indidən deyim ki, kim ki hələ də öz ID'sini videoda görmürsə, bu videonun rəy qismindən yenidən ID'sini yazsın. Narahat olmayın, takipdə qalın, gec-tez sizin də ID'niz videolarda görünəcək. Hətta sizlərə yaxşı bir xəbər verim. İnşallah 10K abunəyə çatsaq, puanladığım hesabların sayını çoxaldacağam. Yəni normalda bir videoda 30 dənə hesab puanlayırdım, amma 10K olsa 10K'ya özəl hər videoda artı 60 dənə, yəni 2 qatı qədər ID puanlayacağam. Bu da o deməkdir ki, atmış olduğunuz ID'lərin videolarda görsənmə ehtimalı 2 qat artırır. Ona görə də sizlərə bir məsləhət, kanalımı maksimal dərəcədə dosta tanışa paylaşın. Abunə olsunlar ki, sürətli bir şəkildə 10K'ya çataq. Nəysə, çox vaxtınızı almadan keçək videoya. Videoya başlamazdan öncə bu tip serilərin davamlı olaraq gəlməsini istəyirsinizsə, kanala abunə olmağı və videolara like atmağı unutmayın. Əgər bu videoya da ən az 400 like gələrsə, bu serinin davamını gətirəcəm. Baxın dostlar, like eləyib abunə olun. İnşallah 400 like olan kimi bu serinin davamını gətirəcəm deyirəm və videoya keçirəm. İlk ID'miz budur. FF Hüseyin adında bir oyuncumuzdur. Daha doğrusu Hüseyinli. O, bu old kostyum, ağ saç. Hətta qız variantı belə var. Qaşan pis deyil. Mələk şalvarının paltar var. Belə deyək. Düşmə effekti var. AUG nədir ona da? Atölyesi var. Əla dostum, pis deyil. Neçə verir uşaqlar? 10 üzərindən 7. Keçək növbəti ID'mizə. Jaha adında oyuncumuzdur. Bu arada bu özbəkdir. Mənim videoma özbəklər də baxır. Çox maraqlıdır. Kürəsəl oyuncusudur. 89-cu yerdədir. Halal olsun. Gəl boya paslara baxaq. 2-3 dənə açılıb. Deməli, unutulmuş öğreti rozeti. Hə, düz oxudum. Unutulmuş öğreti rozeti adında bir elit pasta açılıb bu hesab. Bilən varsa neçənci elitdir, kommentə buyura bilər. Əla, pis deyil dostum. Neçə verək? Kürəsəldə olduğuna görə əlavədən 1 puan verəcəm bu arada. Normalda 10 üzərindən 6 verəcəkdim. 10 üzərindən 7 gələr, çünki kürəsəldəsən. Bəyəndim. Dostumuzun UMP-si var. Üretim gəlmə alınma UMP-dir. Pulsuz verilən magnetin quşanıb. Deməli, P90 var. Bazarda qədər ifadələrə yığıb bura görmüş olduğunuz kimi. Neçə verək uşaqlar? 10 üzərindən 5 gələr. Keçək növbəti ID'mizə. Yağmur adında bir oyuncumuzdur. Qəşəng kombinim var bu arada. Yəni uyumlu bir kombin kuşamısan. Hədəf 10K like. İnşallah çatarsan 10K'ya dostum. Sonuncu boya pasları aktiv edib dostumuz və arada bəzi boya paslar aktiv olub. Mekanik askerlər adında bir boya pası açılıb hesab edə. Açılan kimi də boya pas vurulub. Düşmə effektlər, bu düşmə effekti pis deyil, qəşəng düşmə effekti. Qırmızı mələk şalvar var. Necə bu mələk şalvarını kuşanmamısan? Normalda mələk şalvarı olan, hətta qanunsuz da var. Yəni qanunsuz olan mələk şalvarı olan, yəni bunlardan istifadə edir. Çox maraqlıdır. Yəqin bezib ona görə. Deməli 3 ədəd evosu var dostumuzun. 3 ədəd evo var. Deyəsən ürək ifadəsi də var. Allah pis deyil. Dolu hesabdır uşaqlar. Neçə verək? 10 üzərindən 8 gələr. Keçək növbəti ID'mizə. Sürətli bir şəkildə nəzər salaq. O, internet getdi deyəsən. Hə, dostumuzun skarı var. 4 level skarı var. İfadələrini düzüb bura. Dəyərli budur. Deyəsən bir də budur. Yəni mən bildiyim qədər, səhv eləmirəmsə kommentlərə yazın. Bir də bu da deyəsən olddur. Bu boya pasdan alınma bir şeydir. Nə dostumuz yığıb da hesabı. Bazarda qədər yığıb. Əla pis deyil. Neçə gəlsin uşaqlar? 10 üzərindən 6 gələr. Keçək növbəti ID'mizə. Sky Anka adında bir oyuncusudur. Qəşəng hesabım var dostum. Yəni bacara bildiyi qədər dostumuz silahları yığıb bura. Düşmə effekti var. Deyəsən bu takımlı düşmə effekti. Ya səhv edirəm uşaqlar, bilmirəm. Qəşəng 3 ədəd ifadəni qoyub bura dostumuz. Kombini də qəşəngdir. Ha, pis deyil. Neçə verək uşaqlar, qərarsız qaldım. 2 ədəd evosu var. Neçə gəlsin? 10 üzərindən 6 gələr. Keçək növbəti ID'mizə. Like elədik. Gəl boya paslarına baxaq dostumuzun birinci. 4 ədəd boya pası aktiv olub. Deməli, belə bir boya pası aktiv olub hesab. 1 ədəd evo var və mənim hələ də bilmədiyim həmin OMP5 uşaqlar. Mənbəyini tapa bilməmişəm. Hələ OMP5-in mənbəyini tapamamışam. Baxın bu. Yəni dəli olacam artıq. Deməli, qara gözümüz var. Oo, qəşəng. Qara göz belə salda gözləmirdim, amma var imiş. Allah pis deyil. Neçə gəlsin uşaqlar? 10 üzərindən 6 gələr. Keçək növbəti ID'mizə. Növbəti ID'miz budur dostlar. Dostumuz burada TikTok səhifəsini qeyd edib. Əla 4 ədəd paltarını kuşanıb burada. Bu arada bu nadirdir. Bu da nadirdir. Düzdür, bəzi hesablarda görsən, amma yenə də adı nadir olaraq keçir.
4 ayda hesab açılır. 4 aya artıq 50 səviyyəyə yaxın yığıb hesabı. Yəni qəşəng, əla da, yəni pis deyil. Ona görə verərəm dostum 10 üzərindən 5. Çalış biraz da səviyyəsini kasasan hesabın, qəşəng yığırsan. Yəni belə də davam elə. Keçək növbəti aydımıza. Bu arada bir yeni funksiya gəlib. Bura deməli TikTok bağlantınızı və ya Facebook bağlantınızı qoymaq olurmuş. Təəssüflər olsun ki, YouTube bağlantısını qoymaq olmur. Yoxsa mən öz şəxsi YouTube səhifəmi məmnuniyyətlə bura bağlayardım. Ən azından reklammış kimi çıxardı. Bu arada reklam demişkən uşaqlar, kim ki əgər profilində mənim adımı yazırsa, Azılı Astro Fan və ya Azılı Astro kanalına abunə olun, baxın belə bir cümlələrdən istifadə edərək öz profilində məni reklam edən olursa, onlara mənə deməli ID puanlamada xalq qazandırır. Yəni mən tərəfindən əlavədən xalq qazanmış olursunuz. Yəni məndən sizə deməsi. Bu arada bu paltar da hər hesabda var. Görürəm bu qəşəng paltardır. Bir də bu xoşuma gəldi. Yəni sadə paltarda çox belə gözə girmir də, şit deyil. Qəşəng dostum. Neçə verək dostum? 10 üzərindən 5. Keçək növbəti aydımıza. Gəldik növbəti aydımıza uşaqlar. Dragon adında oyuncumuz da 4 saat öncə oyunda olub. Oo, deyəsən 2017-nin hesabına rast gəlmişəm. Kürəsəl oyuncusudur dostumuz. Kürəsəldə də hal-hazırda. İnşallah top 1-ə doğru. Baxın bu paltarı bilən bilir, yəni danışmağa ehtiyac yoxdur. Amma dostum bax bura heç nə qoymamısan, mən burada hardan bilim? Mələk şalvarı var, qrup ifadəsi var. Deməli Dino var, Melek Dino adında bir paltardır. Bu bir vaxtlar uşaqlar populyar idi. Yəni deyəsən inanmayacaqsınız, bir 3 il bundan qabaq. Yeni oyunçular ola bilər, yəni bilməyənlər ola bilər. Bir 3 il, 4 il bundan qabaq baxın bu Melek Dino var ha. O qədər populyar idi ki, amma indi heç istifadə edən olmur. Yəni Jetson üzünə də baxmırlar. Amma əvvəllər çox populyar idi o. Heyf ki, zamanı bitdi onun. Nəysə, neçə verək dostum? 10 üzərindən 9. Niyə bir xal kəsdim? Çünki bura heç nə qoymamısan. Ən azından əşyalardan qoyarlar. Hər halda 2017-nin hesabı, yəni ola bilməz ki, içində dəyərli bir şey olmasın. Keçək növbəti aydımıza. Növbəti aydımızı kopyalayıb yapışdırıq dostlar. Like elədim, əla pis deyil. ASKAKAN deseni var, MP5 deseni var. Pulsuz verilən silah desenindən yığmışam, halal olsun, pis deyil. Əla, 10 üzərindən 4 gələr. Keçək növbəti aydımıza. TT Killer adında bir oyuncumuzdur. Baxın bu MP5 edirəm uşaqlar. Bu MP5 uşaq, yəni bütün hesablarda görməyə başlayıram. Bunu siz hardan alırsınız? Çox maraqlı gəlir mənə. Deməli, 2 ədəd paltarını kuşanıb burada dostumuz. 2 ədəd yox, 5 ədəd. Bu arada bu dəyərlidir. Qəşəng məsləhət yazıb dostumuz bu arada bura. Halal olsun. Bu M14 deseni çox möhtəşəmdir. Yəni bu hər hesabda olmur özdə. Maska da qəşəngdir. Telefon da qəşəngdir. Əladır yəni. Var ki var. 10 üzərindən 6 gələr. Keçək növbəti aydımıza. Deməli, İkili dansımız var. Baxın burada belə bir ifadəmiz var. Top çilədiyi yerdə ifadələr, o da qəşəng ifadədir. Kombinin orta səviyyə qəşəngdir. M887. Neçə verir uşaqlar? 10 üzərindən 6 gələr. Keçək növbəti aydımıza. Növbəti aydımıza keçdik dostlar. Bu arada soydaşımızdır Qasımov. Azılı Astro sevilirsən. Təşəkkür edirəm əzizim. Baxın fanımız yenə gəldi. Əla, əla. Qəşəng hesabın da var bu arada. 3 ədəd Evo var içərisində. Yumruq deseni var. Yəni qanunsuz var, ürək ifadəsi var, düşmə effekti var. Köhnə paltarlardan burada görürəm. Yəni var ki var, normalda 10 üzərindən 8 verəcək. Hətta belə deyilir, bura baxaq. Axırıncı 6 ədəd boya pas açılıb. Hətta 10 üzərindən 8 verəcəkdim bu hesaba. Yəni sırf sən məni profilində reklam elədin deyə mən əlavədən bir xalda verirəm sənə. 10 üzərindən 9 gələr. Halal olsun. Təşəkkür edirəm. Keçək növbəti aydımıza. Bu arada dostlar, əgər bura qədər gəlmişsə və hələ də kanala abunə deyilsinizsə, bir dənə zəhmət olmasa kanala abunə olun, videolara like atın. Baxın dediyim kimi əgər 400 like gəlsə bu serinin davamını gətirəcəm. 400 like gəlməsə təəssüflər olsun ki bu serinin davamını gətirə bilməyəcəm dostlar. Yenə də dediyim kimi əvvəlki videoda dedim, bu videoda deyirəm. Yaxşı soruşa bilərsiniz ki, məqsədin nədir də? Yəni bu 400 like sevdası nədir səndə? Uşaqlar, mən orada müəyyənləşdirirəm ki, əgər mənim qoyduğum hədəfi izləyicilər tamamlayırsa, belə çıxır ki, yəni onlar tələb edirlər ki, bu serinin davamı gəlsin. Yox, əgər məsələn mənim qoyduğum hədəf yerinə yetmirsə, onda belə çıxır ki, izləyicilər bu serini bəyənmir və bu serinin davamının gəlməsini istəmir. Ona görə də like edin, bacardığınız qədər dəstək olun. Yenə də dediyim kimi, əgər 400 like gəlsə, sürətli bir şəkildə bu serinin davamını gətirəcəm. Normalda 3 gündən bir, 4 gündən bir gətirdiyim seri artıq 1 gündən bir gəlməyə başlayıb. Çünki niyə? Siz lazımı olan həmin o like tələbini yerinə yetirirsiniz. 400 like deyirəm. Elə 400 yox, 450 like edirsiniz. Halal olsun. Mən də qarşılıq olaraq, yəni belə deyək də sizlər üçün bu serini sürətli bir şəkildə gətirirəm. Nəysə, vaxt itirmədən keçək növbəti aydımıza. Bacıq Sənan. Bu arada dostluğumuzda var imiş, halal olsun. Dostumuz klan axtarır. Pulsuz verən həmin o, baxın, dediyim kimi, o yeni gələcək etkinliklər serisində göstərdiyim həmin o ifadə var, uşaqlar, baxın, gördünüz, gəldi. Yəni, mənim dediyim, həmin o videoda göstərdiyim etkinliklər var, onların uşaqlar 99%-i
gələ bilir. Yəni mənim dediyimin 99%-i həmişə düz çıxır. Özümdə qarantiya verirəm. Mənə deyirdilər bəziləri ki, deməli aşk yumruğu gələ bilməz. Onun yerinə 9-cu il dönümünə özəl bir yumruq gələ bilər falan beşməkan. Amma özünüz gördünüz, Garena yenə aşk yumruğunu gətirdi. İkinci dəfədir gəlir bu arada. İndi ondan sonra 9-cu il dönümünə özəl deməli yumruğun gələcəyi gözlənilir. Yəni növbəli bir şəkildə bu yumruq desenləri artıq bizim serverimizə gəlməyə başlayacaq. Ona görə də uşaqlar narahat olmayın, tamamilə mənə güvənə bilərsiniz. Mənim dediyim sözlərin 99%-i həmişə düzgün çıxır. Nəysə, gəlin hesaba puan verək. Hesabda elə də çox şey yoxdur, amma qəşəng paltarları yığıb bura, sadə futbolkalara. Bəyənirəm bu futbolkaları bu arada. Ona görə də 10 üzərindən 5 gələr. Keçək növbəti aydımıza. Növbəti aydımız budur dostlar. Neçə verək? 10 üzərindən 4 gələr. Keçək növbəti aydımıza. Bu MP40 desəni bəyənirəm. Neçə səviyyə olar bu? Hardasa 4 səviyyə ya 5 səviyyə olar. Yəni bu 6 səviyyənin görünümünə oxşamır. Ayaqqabının, yəni kombinin qəşəngdir dostum bu arada. Maxdır, AK Maxdır, An94. Yox, elə düz təxmin elədim, 5 səviyyədir. Deməli, An94 5 səviyyədir. Halal olsun. Yəni Skarın da 3 səviyyədir. Qəşəng hesabı, yəni Evo cəhətdən full hesabdır. Neçə gəlsin uşaqlar? 10 üzərindən 8 gələr. Keçək növbəti aydımıza. Kenzo adında bir oyuncumuzdur. Deməli, parafal desenimiz var, ürək ifadəmiz var. M1014 6 səviyyədir. AVM məndə olan AVM-dən var dostumuzda. Kombinin də qəşəngdir. Neçə gəlsin uşaqlar? 10 üzərindən 8 verərəm ona, çünki M1014-də 6 səviyyədir. Qəşəng, əla. Keçək növbəti aydımıza. Prime 8 hesab qəşəng. Deməli, dostumuzun nəyi var? Ağ saçı var, ürək ifadəsi var, takım ifadəsi var, əla, mələk şalvar var, ağ ayaqqabısı var. Prime 8 75 level hesabdır, kombinin əla. Yəni var ki var, bundan artıq nə istəyirsən dostum? Boya paslar full. Deməli, Kanlı Kanat şehri rozeti adında bir elit pasta açılıb. Elit pas dönəmində açılıb daha doğrusu. Bilən varsa neçənci elitdir, kommentə buyura bilər. Bu arada məşhur elitdir, çox adam bilir. Qəşəngdir paltarım bu arada, əla, bəyəndim. Neçə verir uşaqlar? 10 üzərindən 9 gələr. Keçək növbəti aydımıza. Astro Top 1 Qaqaş. Halal olsun, yenə bu da bizim fanımızdır. Bu MP5 deseni yəni hələ də mənə çatmadı. Nəysə, başını buraxıram artıq. CVD desenim var, əla, M28 desenim var. Əla, pulsuz verilən ifadələrdən də, yəni şuşanmısan. Qəşəng, pis deyil dostum. Normalda 10 üzərindən 5 verəcəkdim, amma sən yenə məni profilində bu şəkildə reklam elədiyinə görə 10 üzərindən 6 gələr. Keçək növbəti aydımıza. Sonic Aura adında bir oyuncumuzdur. Aşk yumruğunu alıb bu arada, yeni gələn həmin o bayaq dediyim yumruq desenini alıb. Halal olsun. Dostumuz ifadələrini kuşanıb burada. Selfie ifadəsi var. Zaten selfie ifadəsinin olması bu hesabın köhnəliyindən xəbər verir. Deməli, ürək ifadəsi var, maşın ifadəsi var. Əla da pis deyil dostum. 10 üzərindən 7 gələr. Keçək növbəti aydımıza. Elmir adında istifadəsimizdir uşaqlar. Qəşəng silahlarım var. Silahların qəşəngdir. Neçə evim var? 4 ədəd, yox 3 ədəd evosu var dostumuzun. Biri 6 leveldir. Əla, takım ifadələrini kuşanıb burada. Bütün dəyərli ifadələrindən 3 ədədini kuşanıb, əla. Baxın, bu qəşəng paltardır bu arada. Boya paslara baxaq, sonuncu boya pasları fullləyib dostumuz. Deməli, yenə unutulmuş öğreti rozeti adında bir etkinlik nə idi? Elit pasta açılıb. Əla, neçənci elitdir, bilən varsa onu da kommentə yaza bilər. Bu arada o kommentlərdə, yəni baxın bu elit pasların neçənci olduğunu hamısına dəqiq və dəqiq, yəni düppələndüz yazan halal olsun da sözüm yoxdur. Yəni mən özüm belə yeni dediyim kimi 8 ilin oyuncusu olaraq bunları yadımda saxlaya bilmirəm. Yəni hər adam maraqlanmamışam deyə yadımda saxlaya bilmirəm. Amma siz bilirsinizsə, yəni halal olsun da. Dostumuz da köhnə oyuncusudur. İnşallah tez bir şəkildə 77 səviyyədən 80 səviyyəyə çatarsan. Küresel oyuncusudur bu arada. Neçə verir uşaqlar? 10 üzərindən 9 gələr. Keçək növbəti aydımıza. Azılı Astroya YouTube'dan takip atın qalxsın. Təşəkkür eləməzdim. Baxın bu şəkildə reklam edənlər mənə əlavədən, mən tərəfindən daha doğrusu əlavədən xal qazanır. Deməli divarlarını düzüb burada dostumuz. Baxın bu MP40 da qəşəngdir, pis deyil. Gəldik boya pasları uşaqlar. Papyrus Assi rozeti adında bir editdə açılıb bu hesab. Neçənci editdə bilən varsa kommentlərə yaza bilər onu da. Deməli normalda neçə verəcəydim ona? 10 üzərindən 5 verəcəydim dostum. Amma sən mənim fanımsan deyə 10 üzərindən 6 gələr. Keçək növbəti aydımıza. Əlindəki bu silah çox qəşəng silahdır bu arada, deseni daha doğrusu. Baxın belə bir desen. Bu hansı silahdır uşaqlar? Bu hansı silahdır bilən varsa yazsın. Düşmə effekti var. Qəşəng ifadələrdən kuşanır dostumu. İkili ifadəsi falan var. Əla da yəni var ki var. Qəşəng hesabdır. Bəyəndim hesabı. Şəxsən hətta bu MP40 deseni belə var. Qəşəng hesabdır dostum. Neçə verək uşaqlar? 10 üzərindən 8 gələr. Keçək növbəti aydımıza. Dostumuz yenə burada TikTok səhifəsini qoyub. Baxın bu MP5, bilmədiyim MP5 də var burada. Aha, deməli
Dostumuz müftə alınan bütün əşyaları yığıb bura, halal olsun. Əla. Neçə verir uşaqlar? 10 üzərindən 5 gələr. Keçək növbəti ID'mizə. Dostumuz burada səs atıb halal olsun da, yəni bacarıqlı adamlar var. Bunu necə edirsiniz uşaqlar? Həm yenə bu da bu şəxsin müftə alınan bütün ifadələri yığıb bura, halal olsun. Əlindəki M14 desəndə qəşəngdir. Neçə verir uşaqlar? 10 üzərindən 5 gələr. Keçək növbəti ID'mizə. 2 ədəd TikTok səhifəsi var dostumuzun, yoxsa necə? Hə, TikTok səhifəsi 2 ədəd yerdə qeyd edib. Deməli, 2 ədəd Evosu var. Bu M887 desəni də qəşəngdir. Paltar, köhnə elitin paltarı, caz pantolonu falan var. Qəşəng, karton UMP var, hər hesabda yoxdur, heç mənim hesabımda belə yoxdur. Neçə verir uşaq var? 10 üzərindən 7 gələr. Keçək növbəti ID'mizə. Depression. Azılı Astro ürəksən, təşəkkür edirəm əzizim, sən də ürəksən. Ümumiyyətlə mənim bütün dəstəkçilərim o 1120 nəfər, bəli, 1120 nəfər abunə olmuşuq artıq. Hər biriniz ürəksiz. Mənə dəstək olanlar, abunə olanlar, videolarıma like atanlar, yəni hər biriniz ürəksiz. Nəysə, 3 ədəd boyapas açılıb dostlar. Yenə də yox, problem yoxdur. Dostumuz bütün dəstlərini burada demək olar, dəstlərinin çoxsunu, dəyərli dəstlərini burada kuşanmağa çalışıb. Necə verim? Normalda nə bilim valla 10 üzərinə 6 verərdim bu hesaba. Amma sən mənim burada yenə adımı yazdığına görə, yəni fanın olduğunu bildirdiyinə görə 10 üzərindən 7 gələr. Keçək növbəti ID'mizə. Deməli, gəliş effekti əla, yəni qəşəng gəliş effektim var dostum. 4 ədəd Evon var. Oo, bu gəliş effekti destansı da, bu gəliş effekti hər hesabda yoxdur. Gəliş effekti ilə saçdım. Təyyarədən düşmə effekti. Çünki bir dəfə gəlir. Cəmin zümrətimiz bir dəfə gəlir və döngü yaradacağına da inanmıram. Mələk şalvarım var, halal olsun, qəşəng bir ədəd də düşmə effektim var, takım ifadəm var. Yəni var ki var. Bu şəxsdə yenə mənim deməli adımı baxın bura qeyd edib. Düzdür, tam olaraq bilinmir, gərək profildə incələyəndə görürsün, amma yenə də yox, problem yoxdur. Azılı Astro sevilirsən abi, fanatınam. Təşəkkür edirəm qardaşım. Neçə verim dostlar? Gəlin boya paslara baxaq, ona görə qiymət verək. Boya paslardan deməli bəziləri açılıb. Yəni dostumuz hansını ürəyi istəyibsə onu da açıb. Yox, problem yoxdur. Normalda mən bu hesaba 10 üzərinə 7 verəcəydim. Amma sən mənim fanımsan deyə 10 üzərindən 8 gələr. Keçək növbəti ID'mizə. Azılı Semit. Günlük like limitinə çatmışam burada. Old hesabda gəliş effektin əladır. Deməli 5 ədəd Evosu var, dostumuzun karton UMP var. Yəni 3 ədəd old deməli atölyələrini düzüb bura. Sarı bədəni var, əla, ağ saçın var, səhrai saçın var. Pis deyil dostum, var ki var da. Yəni bundan artıq nə istəyirsən? Qəşəng hesabım var, çox gözəl hesabdır. Ona görə də 10 üzərindən 9 gələr. Keçək növbəti ID'mizə. Növbəti ID'miz budur. Azılı Astro abunə olar istek listəsindəki buzu al. Dostum, təəssüflər olsun ki, mən hədiyyə ata bilmirəm. Çünki elmasları elmas xərcləmə seriləri üçün yığıram. Ona görə də üzürlü sayın. Amma adımı profilində qeyd elədiyimə görə əlavədən bir xal verəcəm. Sən mənim fanatımsan deyə mən əlavədən bir xal da verəcəm. 10 üzərindən 5 gələr. Neyse dostlar, bir dahaki videomuzda da bu qədər. Ümid edirəm bəyəndiyiniz bir video olmuşdur. Dediyim kimi, kimi ki ID'si hələ də videoda görsənmirsə, videonun yenə komment qisminə öz ID-sini yenidən yazsın. Narahat olmayın, gec ya tez sizin də ID-ləriniz videolarda görsənəcək. İndidən təşəkkür edirəm. Dediyim kimi bu videoya əgər ən az 400 like gəlsə, bu serinin davamını gətirəcəm. Bacardığınız qədər like eləyin, abunə olun. Bir dənə like-dır da, bir də abunədir. Nədir ki dostlar? Yəni sizdən maddi bir şey tələb olunmur, hansı ki bunu hər biriniz eləyə bilərsiniz. Təşəkkür edirəm izlədiyiniz üçün. Sağ olun, salamat qalın.